Əziz dinləyicilər, bu gün sizin qarşınızda Yardımlı rayonun Şəfəqli kənd tam orta məktəbin 11-ci sinif şagirdi Sazadə Ceyhun Azərbaycan tarixindən ibtidai icma quruluşunu sizin üçün təhlil verəcək. Və bunu qısa və konkret olaraq siz bunu öyrənəcəksiniz və biliyinizi məncə təkrarlamanıza kömək edəcək. Və başlayaq. Azərbaycanda ibtidai icma quruluşu. Azərbaycan ərazisində ibtidai insanların məskən salmasına təsir edən amillər, şirin su qaynaqlarının olması, bitki və heyvanat aləminin zəngin olması, təbii mağaraların olması, mülayim iqlimin olması. Azərbaycan ərazisində aşağıdakı qədim insan düşərgələri aşkar edilmişdir. Qarabağda Azıq tağlar, Kəlbəcərdə zar, Naxçıvarda qazma, Qazaxda daş salahlı damcılı, Lerikdə isə buzeyr. Ad paleolit ən qədim dövrdən başlayaraq 100 min il bundan əvvələ qədər davam etmişdir. Ad paleolit dövründə Azərbaycanda bacaran insan yaşamış, əmək alətləri çaxmaq daşı, bazalt və dəvə gözündən hazırlanmışdır. Ulu icma yaranmışdır. İbtidai dini təsəvvürlər yaranmışdır. İnsanlar odla tanış olmuşdur. Quruçay mədəniyyəti mövcud olmuşdur. Sadə dini ayinlər və totemlər yaranmışdır. Ad paleolit dövrü Azərbaycanda Quruçay vadisində yerləşən Azıq mağarası əsasında öyrənilmişdir. Azıq mağarasında tapılmışdır. Qədim insana aid alt sənə sümüyü adi çay daşlarından hazırlanmış çobud daş alətlər, nəsli kəsilmiş və heyvan sümükləri, 700 min il bundan əvvəl aid ocaq izləri, tikili qalıqları, üzərində müxtəlif işarələrlə düzülmüş ay kəllələri, Azıq mağarasında yaşamış ibtidai insan Azıxantrop adlanır. Azıxantrop təqribən 3 hissəli 400 min il bundan əvvəl yaşamış, sadə incəsənətlə məşğul olmuş, tikinti vərdişlərinə yiyələnmiş, ibtidai dini təsəvvürlərə malik olmuşdur. Orta paleolit Mustey dövr adlanır və 100 min il bundan əvvəldən başlayaraq 40 min il bundan əvvələ qədər davam etmişdir. Arxeoloji qazıntılar nəticəsində tağlar, qazma və damcılı mağaralarında Orta paleolitə aid tapıntılar əldə edilmişdir. Orta paleolit dövründə əhali Kiçik Qafqazın cənub-şərq qamatlarında Naxçıvan, Qazax və Qarabağda məskən salmışdır. Neandertal adam meydana gəlmişdir. Dini təsəvvürlərdə dəyişikliklər baş vermişdir. Axirət dünyasına ilk dəfə inam yaranmışdır. Ofsun, totem və təbiət qüvvələrinə inamla bağlı dini təsəvvür formaları yaranmışdır. Ulu icma tədricən parçalanmağa başlamışdır. Üst paleolit Qazax və Qarabağda düşərgələrində daha çox rast gəlinir və 40 min il bundan əvvəl başlamış və eradan əvvəl 12-ci min illə qədər davam etmişdir. Üst paleolitdə ağıllı insan meydana gəldi, qəbilə icması yarandı, incə sənət yarandı, ana xaqanlıq yarandı, səsli nitq yarandı. Mezolit dövrü. Mezolit dövrü Azərbaycanda eradan əvvəl 12-ci minillikdən başlayaraq eradan əvvəl 8-ci minilliyə qədər davam etmişdir. Mezolit dövründə ox və kaman ixtira edildi. Yeni əmək alətləri meydana gəldi. Heyvanların əhəlləşdirmə prosesi başlandı. İlk əkinçilik vərdişləri yarandı. Toxa əkinçiliyi meydana gəldi. Mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu. Əhali yığıcılıq, ovçuluq və balıqçılıqla məşğul olurdu. Azərbaycanda mezolit dövrü Qobustan və damcılı abidələri əsasında öyrənilmişdir. Qobustan əhalisi ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olurdu. Çaxmaqdaşı və sümükdən əmək alətləri düzəldirdi. İncəsənətlə məşğul olurdu. Qaya üstündə çəkilmiş müxtəlif rəsmlər, ofsun, totem, dini ayinlər və of səhnələri ilə bağlı idi. Axirət dünyasına inanırdı. Dəfn etdiyi ölülərin yanına məişət əşyaları qoyulurdu. Neolit dövrü eradan əvvəl 7-ci minillikdən başlayaraq eradan əvvəl 6-cı minilliyə qədər davam etmişdir. Neolit dövründə saxsı qabların istehsalına başlandı. Daşların cilalanması və deşilməsi öyrənildi. Toxuculuq meydana gəldi. Əhali oturaq həyata keçdi. Əmək alətləri çaxmaq daşı və dəmir gözündən hazırlanırdı. Əhali maldarlıq və əkinçiliklə yanaşı ovçuluq və balıqçılıqla da məşğul olurdu. İstehsal təsərrüfatı formalaşdı. Eneolit dövrü. Eneolit dövrü eradan əvvəl 6-cı minillikdən başlayaraq eradan əvvəl 4-cü minilliyə qədər davam etmişdir. Eneolit dövründə ilk dəfə metal əldə edildi. Yaşayış binaları çiy kərpicdə və möhrədən dairəvi şəkildə inşa olunurdu. Qoşa nicah yarandı. At əhəlləşdirməsi nəticəsində ev heyvanların əhəlləşdirməsi prosesi başa tapdı. Eradan əvvəl 5-ci minillikdə əhəlləşdirilmiş at sümükləri Cəllabadda əl-köməkdə tapılmışdır. Əhalinin məşğuliyyətində sənətkarlıq mühüm yer tuturdu. Ana xaqanlığı tədricən zəifləməyə başladı. Ölülər yaşayış məskənlərini binaların arasında və evlərin içərisində dəfn edilirdi.
dəfn edilmiş ölülərin üzərinə qırmızı boya çəkilir və yaxud oxra səpilirdi. Əhali arasında müxtəlif dini ayinlər və ofsun mərasimləri mühüm yer tuturdu. Cəmiyyətin ictimai həyatında icma ağsaqqalları şurası mühüm rol oynayırdı. Ovçuluq və balıqçılıq əhalinin ikinci dərəcəli məşğuliyyətinə çevrildi. Əkinçi və maldar tayfaları kiçik kəndlərdə qəbilə icmaları halında yaşayırdı. Toxa əkinçiliyindən istifadə olunurdu. Kiçik həcmli evlər inşa olunurdu. Taxıl ehtiyatları iri saxsı küplərdə və quyu anbarlarda saxlanılırdı. Azərbaycanda erkən tuz dövrü eradan əvvəl 4-cü minillikdən başlayaraq eradan əvvəl 3-cü minilliyin sonuna qədər davam etmişdir. Erkən tuz dövrü Kür-Araz mədəniyyəti kimi tanınır. Erkən tuz dövründə Azərbaycanda əhalinin sayı artdı. Əhali dağətəyi və dağlıq zonalarda məskən saldı. Yaşayış yerləri çay kənarlarında salınırdı. Yaşayış evləri dairəvi formada inşa edilirdi. Dini ayinlərin icrası üçün mehrabı olan ibadət evləri tikilirdi. Bu cür ibadət evləri Baba Dərvişdə, Kültəpədə və Sərkərtəpədə tapılmışdır. Birinci ictimai əmək bölgüsü baş verdi və birinci ictimai əmək bölgüsü nəticəsində maldarlıq və əkinçilik bir-birindən ayrıldı. Toxa əkinçiliyinin xış əkinçiliyi əvəz etdi. Əkin sahələri genişləndi və süni suvarma yarandı. Torpağın şumlanmasında qoşqu heyvanlarından istifadə edildi. Ev heyvanlarının növü və sayı qat-qat artdı. Köçmə yaylaq maldarlığı meydana gəldi. Ölülər yaşayış məskənlərinin kənarda dəfn edilir və bəzi qəbirlərin üzərində kurqanlar qurulurdu. Ölü yandırma və kollektiv dəfn etmə adətləri meydana gəldi. Ailədə təsərrüfatda və ictimai həyatda kişilərin rolu artdı. Ana xaqanlığı sükut etdi və ata xaqanlığı yarandı. Yaşayış məskənləri ətrafında müdafiə divarları çəkildi. Ailəyə və tayfaya kişilər rəhbərlik edirdi. Tayfa daxilində bərabərsizlik meydana gəldi. Əhali toxuculuq, metal işləmə və duluzçuluqla məşğul olurdu. Maldarlıqla məşğul olan tayfaların daxilində əmlak bərabərsizliyi meydana gəldi. Taxıl xüsusi quyularda və böyük təsərrüfat küplərində saxlanılırdı. Orta Tunc dövrü Azərbaycanda Orta Tunc dövrü eradan əvvəl 3-cü minilliyin axırı, eradan əvvəl 2-ci minilliyin əvvəllərindən başlayaraq eradan əvvəl 2-ci minilliyin sonlarına qədər davam etmişdir. Orta Tunc dövrü Azərbaycanda iri yaşayış məskənləri yarandı, sosial və əmlak bərabərsizliyi artdı, tayfalar arasında əlaqələr genişləndi, ilkin şəhər mərkəzləri yarandı. 2-ci Kültəpə, Oğlanqala, Göytəpə, Üzərlikdəpə və Naxçıvan şəhərləri. Atdan minik və qoşqu qüvvəsi kimi istifadə edilirdi. İkinci ictimai əmək bölgüsü baş verdi. Sənətkarlıq müstəqil sahəyə çevrildi. Boyalı qablar mədəniyyəti yarandı. İri tayfa ittifaqı yarandı. İctimai və əmlak bərabərsizliyi dərinləşdi. Bağçılıq, bostançılıq, üzümçülük və şərabçılıq yarandı. Duruzçuluq məhəlləsi və duruz sobaları tapılmışdır. Naxçıvan ərazisində 2-ci Kültəpədə. Süni suvarma artdı və iri kanallar yarandı. Daş qutu qəbirlər meydana gəldi. Xış əkinçiliyi genişləndi. 2-3 otaqlı evlər meydana gəlmişdir. Filit çıxarma genişlənmişdir. Sənətkarlığın müxtəlif növləri ayrıca peşə sahələrinə çevrilmişdir. Taxıl və un ehtiyatları saxlı küplərdə və quyularda saxlanılırdı. Naxçıvan və Urmiya bölgələrindəki bəzi yaşayış məskənləri qədim şərqi ilkin şəhər mərkəzləri səviyyəsinə qədər yüksəlmişdi. Son Tunc və erkən dəmir dövrü. Bu dövr bir-biri ilə eynilik təşkil etdiyinə görə, bu dövrlərdə baş verən hadisələr bir-birindən ayrılmadığına görə elə bir yerdə izah olunur. Azərbaycanda son Tunc dövrü eradan əvvəl 14-12-ci əsrlər, erkən dəmir dövrü isə 11-8-ci əsrləri əhatə edir eradan əvvəl. Son Tunc və erkən dəmir dövründə Azərbaycanda siklopik tipli qayalar inşa edildi. Yaşayış binalarının bünövrəsi çay daşlarından, divarları isə çiy şərpicdən hörülürdü. İctimai quruluşun dağılması və sinifli cəmiyyət yarandı. Təsərrüfatda yarımköçəri yaylaq maldarlığı ön plana keçdi. Ata sitayiş ayini meydana gəldi. Dini və hərbi hakimiyyət tayfa başçıların əlində cəmləşdi. Ayaqla hərəkətə gətirilən duruz çarxlarından istifadə olunurdu. Və bu dövr 3-cü ictimai əmək bölgüsü də baş vermişdir. Və bu 3-cü ictimai əmək bölgüsü nəticəsində tacirlərdən yeni tacir qrupları ayrılmışdır. Bu günlük ibtidai icma quruluşu haqqında bu qədər. Mən Sadizadə Ceyhun sizə bu 10 dəqiqə ərzində Azərbaycan tarixində ibtidai izah etməyə çalışdım. Müəlliflə əlaqə 051 918 52 71 051 418 52 71
Facebook adresi Ceyhun Sadiyev, Skype adresi ceyhun.sadiyev2 və siz bu yollarla müəlliflə əlaqə saxlaya bilərsiniz. Və məni dinlədiyinizə görə sizə